Xoş gördük. Bəli, bir qədər əvvəl Prezident İlham Əliyev indi dayandığımız zalda Euronews telekanalına müsahibə verdi. Eyni zamanda iş adamlarının, sahibkarların, dünyanın müxtəlif şirkətlərinin, təmsilçilərinin suallarını cavablandırdı. Ümumiyyətlə, Davos platforması Azərbaycan üçün həm ölkə dövlət başçıları ilə, rəsmi şəxslərlə görüşlər, müzakirələr, ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, şaxələndirilməsi baxımından, həm də Azərbaycanın investisiya imkanlarının dünyaya təqdim olunması baxımından əhəmiyyətlidir. Azərbaycan bu platformadan hər iki məqsəd üçün artıq illərdir ki, uğurla istifadə edir. Azərbaycan Prezidentinin proqramına baxsaq, bu ildə sıx qrafiklə bu cür görüşlər var. Dünən artıq bir neçə bu cür görüşə şahidlik etdik və bu görüşlərin hər birində dünyanın aparıcı şirkətlərinə Azərbaycandakı investisiya imkanları təqdim olunur. Eləcə də bugün burada keçirilən görüşdə suallara verilən ətraflı cavab, arqumentlər, detallar iş adamlarında, iş dünyasında Azərbaycan haqqında daha aydın təsəvvür yaradırdı. Və təsadüfi deyil ki, son 20 ildə ölkəmizə yatırılmış 338 milyard dollarlıq investisiyanın yarısı xarici sərmayədir. Və bu özlüyündə əslində təsdiq eləyir ki, Azərbaycan öz imkanlarını, investisiya imkanlarını dünyaya uğurla son dövrlərdə təqdim etməkdədir. Və Davos platforması da dediyimiz kimi bu baxımdan əhəmiyyətli platformadır. Görüşlər davam edəcək Davosda, müzakirələr davam edəcək və bu müzakirələr dediyimiz kimi həm ikitərəfli əlaqələrin şaxələndirilməsi, həm də Azərbaycanla dünyanın aparıcı şirkətləri ilə əməkdaşlığın inkişaf etdirilməsi baxımından olduqca yeni, əhəmiyyətli imkanlar yaradacaq. Hələlik isə bizim Davosdan bu saata çatdıracağımız xəbərlər bu qədər.